Salam, hər vaxtınız xeyir uşaqlar. İnşallah ki, yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 1-ci sinif 13-cü dərs dövlət rəmzləri olacaq. Sərvətim, divarımdır, gerbim, himnim, bayrağım, bəli. Bayraq, himn və gerb də açar sözlərdir. Köküldə gördükləriniz haqqında danışın. Deməli, Azərbaycanın gerbi var, sol tərəfdə. Azərbaycan Respublikasının dövlət gerbi. 28 may Azərbaycan Respublikasının müstəqilliyi günüdür, bildiyimiz kimi. Respublika günündə qeyd edilir, eldə sayılır. Üç rəngli bayrağımızı görürsünüz. Göy rəng, qırmızı rəng və yaşıl rəng. Üzərində aypara və ulduz şəklində görmüş olursunuz. Aşağıda Azərbaycan Respublikasının dövlət xəritəsi mövcuddur. O, uçan bir qartala bənzədilməkdədir. Və Azərbaycanın, deməli, müəllimin arxa sağ tərəfində isə Azərbaycan Respublikasının dövlət himni var. Azərbaycan adlı hissə ilə də başlayır. Deməli, dövlət rəmzləri dedikdə nə başa düşülür? Onlar haqqında nə bilirsiniz? Azərbaycan bayrağının rəngləri hansı mənanı ifadə etməkdədir? Deməli, Azərbaycan bayrağında təbii ki, indi onu təmsil eləyək, yəni izah eləyək. Birincisi, göy rəngdir. Göy rəng türkçülüyü təmsil edir. Azərbaycan Respublikasının türk dövləti olduğunu və soydaşlarının türk olduğunu. Qırmızı rəng müasirliyi, inkişafı qeyd eləyir. Azərbaycan Respublikası müasir dövlətdir. İnkişafa təkan verən bir dövlətdir. İnkişaf eləyən bir dövlətdir. Yəni inkişaf etməkdə olan dövlətdir. Yaşıl rəng isə İslamı təbliğ eləyir, yəni İslamı təmsil eləməkdədir. İslam da Azərbaycan Respublikasının deməli rəsmi olmasa da Azərbaycan Respublikasının əhalisinin 80-90%-nin rəsmi inancını təşkil etməkdədir. Üzərində olan aypara və ulduz şəklində görürsünüz. Bundan başqa aypara, ulduz da aypara bildiyimiz kimi İslamın rəmzidir. Onu bilirik. Ulduz da 8 güşəli ulduzumuzda görürük. Bu da əslində Azərbaycan adının 8 hərfdən ibarət olduğunu ifadə edir. Təbii ki, Azərbaycan dilində deyil, fars dilində. Belə uşaqlar, indi keçid alaq digər hissələrə. Əsas odur bildiyiniz göy rəng türkçülüyü, qırmızı rəng müasirliyi, inkişafı, yaşıl rəng isə İslamı təmsil edir. Aypara deməli İslam simvoludur. 8 güşəli ulduz da Azərbaycan adını ifadə edir. Azərbaycan adında 8 hərf var. Farsdadan keçmə onu təmsil eləməkdədir. Sonra birlikdə Azərbaycan himnini oxuyun. Himni oxuyarkən necə dayanmaq lazımdır? Himni oxuyarkən dimdik, sağ əlimiz ürəyimizin üzərində olmaq şərti ilə və sol qolumuz dizimizə paralel şəkildə dümdüz durmaq şəkildə və ucadan oxumağımız tövsiyə edilir və inanaraq. Azərbaycan Respublikasının gerbini rəngləyin. Uşaqlar, bu gerbini rəngləmək sizə düşüb, çünki burada mən rəng seçimini tam həyata keçirə bilmirəm. Dünyada bir sıra ölkələrin gerbi qalxan üzərində təsvir edilib. Qalxan da müdafiə rəmzidir, bəli. Qalxan müdafiə rəmzidir, onu unutmayaq. Gəlin düzəldək. Rəngli kağızlardan Azərbaycan bayrağı düzəldim. Bəli, düzəldə bilərsiniz. Sizcə Azərbaycan himnini başqa dildə oxumaq olarmı? Fikrinizi izah edin. Əslində oxumaq olar. Necə yəni, hansıdır? Başqa dildə oxumaq olarmı? Yəni tərcümə əsasında oxumaq olar. Türkcə oxusaz elə də bir böyük fərqi olmayacaq. Cəmi 3-4 söz fərqli mənadan istifadə olunur. Amma Azərbaycan belə bayrağını, daha doğrusu himnini istədiyiniz bir dildə oxuya bilərsiniz. Yəni bu həm dil inkişafınıza səbəb ola bilər, həm də bunu da eləyə bilərsiniz ki, həqiqətən də bir xarici insan vətəndaş, məsələn yarışlarda, məsələn tutalım ki, İtaliya idmançısı Azərbaycan idmançısına uduzdu, düzdür. Amma Azərbaycan himni səsləndiriləcək birinci olduğu üçün. İtalyan biri Azərbaycan himnini necə eşidir? Yəni onun qulağına bizim himnimiz necə çatır? Bunu da yoxlamış ola bilərsiniz belə. Belə uşaqlar, inşallah ki videonu və dərsimizi bəyənmiş olarsınız. Elə də böyük bir dərs deyil, dediyim kimi sadə bir dərs idi. Ona görə 5 dəqiqənin içərisində bitir. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Özünüzdən müğayət olun. Hələlik.